Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm müsəlmanlar, qardaşlar, bacılar, analarımız. Bir dənə bu balamızın, bir dənə görün. Baxın, bu balamızın bağırsaqları çöldədir. Baxın, şlanq taxılır, torba taxılır. Deməli, bu balaca balamız, Sərkay balamızın 6 yaşı var. 5 yaşlı bacı? 5. 5 yaşı var. Baxın, bu 5 yaşında 5 dəfə əməliyyat keçirib balamız. 5 dəfə əməliyyat keçirib. Və növbət dəfə əməliyyat olunmalıdır. Omeda xəstəxanasında, deyil mi? Omeda xəstəxanasında əməliyyat olunmalıdır, ağır əməliyyat keçirilməlidir. Və bu ailənin təəssüf olsun ki, qəti şəkildə maddi vəziyyəti buna imkan vermir. Videonun üstündə görəcəksiniz. Bu ailənin yaşadığı ev doğrudan da çox bərbad vəziyyətdədir. Şimdi Allah şahidimdir ki, mən burada zorla yerdim. Torpağın üstündə havası alıblar, belə yaşayırlar. Bacımızın həyat yoldaşı yoxdur. 2 dənə körpə uşağı var. Məni izləyənlər bilirsiniz ki, vallahi ki, mən uşaqlara qarşı həqiqət həssasam. Balamızla gördüm, mən doğrudan çox pis oldum. Allah şahidimdir ki, çox pis oldum. İndi inşallah mən bu qardaşlarımıza, bacılarımıza səslənirəm ki, bax evin şəraitini də görürsünüz. Ev çox pis vəziyyətdədir. Həqiqətən mən gəldim bütün bunların evlərində kəsməyə çörəkləri həqiqətən yox idi. Allahın dostu ərzaq gətirdi. Allah üçün hər bizdən xahiş edirəm. Balamızın müalicəsi üçün, müayinəsi üçün 1500 manata ehtiyac var. Balamız əməliyyatdan sonra çox güman ki, ən azı 20 gün, 1 ay belə müddətini yatacaq orada. Bu müddət ərzində də ki, müəyyən müalicələr və dərmanların alınması bunlar üçün təcili dəstəyə ehtiyac var Allahın izni. Və bunu da qeyd etmək istəyirəm ki, bu 1500 manat məbləğ təxmini məbləğdir. Çox da ola bilər, az da ola bilər. Ümumi olaraq bu məbləğ qoyulub Allahın iznində və növbəti gedişatda, uşaq xəstəxanaya gedəndə oradakı şəkillərlə mümkün paylaşacağıq, videolar paylaşılacaq ki, balamız hara getdi, necə oldu və əməliyyatdan sonra da inşallah bacı bir də şəkil çəkib atacaqsınız inşallah. Yəni ki, Pampers kimi tez-tez bu paket alınmalıdır. Bunun da bir dənəsi 3 manat 70 qəpik tez-tez bu dəyişilməlidir. Gündə 2 dəfə gedir. Necə? Gündə 2 dənə gedir. Gündə 2 dənə gedir, subhanallah. Hər birinə dəstək gözləyirəm. Esselamu Aleyküm və Rəhmətullah.